güclü ürəyin dastanı, qürurun və sevginin yolculuğu qədim Azərbaycanın geniş dərələrində, dağların sərt və mərhəmətli qoynunda, ucsuz-bucaqsız düzənliklərin və axan çay sularının sərinliyində yerləşən Qızıloba kəndində həyat, min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun ən dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları, kəndin dar daş yollarını, köhnə evlərin divarlarını və torpağın zəngin nəm ətirini oyadırdı. Lakin Qızıloba kəndində yalnız təbiətin möcüzələri deyil, insan qəlbində yanan, sarsılmaz gücün və qürurun da təzahürü müşahidə olunurdu. Kəndin sakinləri üçün ən böyük xəzinə maddi zənginlikdə yox, atalarının bizə buraxdığı dəyərlərdə idi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Nəsildən nəsilə ötürülən bu müqayisə olunmaz dəyərlər, hər kəsin ürəyində dərin izlər buraxır, həyatın hər çətinliyini sevgi və inamla qarşılamağa səbəb olurdu. Qızıloba kəndinin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz inamla tanınırdı. Bu ailənin övladı olan Murad, uşaqlıqdan bəri kəndin dardaş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Atası, qoca Hacı Əli bəy, hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə belə deyirdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o qızıl səs bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inam və güclü qürur toxuması kimi dərin izlər buraxırdı. Lakin zamanın gətirdiyi yeniliklər və çağın tələbləri kəndin ənənəvi ritmini də sınağa çəkirdi. Dövlətin sosial proqramları çərçivəsində kəndə istehsal icazəsi verilməsi qərarı elan edildi. Bu icazə kəndin təsərrüfatını modernləşdirmək, yeni texnologiyalar tətbiq etmək və kənd sakinlərinin maddi vəziyyətini gücləndirmək məqsədini daşıyırdı. Lakin bu dəyişikliklər kəndin qədim ruhuna, onun köklü ənənələrinə zərbə kimi görünə bilərdi. Bəzi sakinlər bu yeniliklərin ənənəvi həyat tərzini dəyişdirəcəyindən və insanın qəlbindəki sarsılmaz işığın zəifləyəcəyindən qorxurdular. Murad, atası Hacı Əli bəyin sözlərini və atalarının eşq dolu nağıllarını ürəyində daşıyaraq bu yeniliklərlə barışmağa qərar verdi. O, istehsal icazəsi sayəsində kəndin təsərrüfatını modernləşdirməyə başladı. Əvvəlcə torpağın səmərəliliyini artırmaq üçün yeni gübrə və suvarma sistemləri quraşdırdı. Daha sonra isə kəndin yerli məhsullarını daha keyfiyyətli və yüksək qiymətlərlə istehsal etmək üçün müasir texnologiyaları tətbiq etdi. Muradın təşəbbüsü kənddə yalnız maddi inkişafı deyil, həm də insan ruhunun, atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərin yenidən canlanmasını təmin etdi. İnsanlar bu icazənin verdiyi maddi dəstəklə öz təsərrüfatlarını və həyatlarını yenidən düzənə saldılar. Hər kəs həyatın hər çətinliyini sevgi və inamla aşmağın, ən böyük gücün qəlbdə yanan o müqayisə olunmaz işıqda olduğunu anladı. Kəndin gənclərindən biri olan Tural da Muradın nümunəsindən ilham alaraq öz arzularını həyata keçirməyə başladı. O, kəndin ənənəvi əkinçilik üsullarını müasir metodlarla birləşdirərək məhsuldarlığı artırdı və yeni iş imkanları yaratdı. Turalın bu təşəbbüsü yalnız maddi inkişafı təmin etməklə kifayətlənmədi, o, kəndin gənclərinin qəlbində də güclü bir inam və sevgi işığı yaratdı. Hər kəs Turalın çalışqanlığında, atalarının eşq dolu nağıllarında və müqayisə olunmaz dəyərlərində, həyatın ən çətin anlarında belə qəlbdə yanan ümidin mövcudluğunu hiss edirdi. Kəndin yaşlıları bu yenilikləri və inkişafı izləyərkən keçmişin ağır itkilərini, qaranlıq anlarını və unutulmuş xatirələri yad edirdilər. Qoca Zeynəb xanım hər zaman kimi sakit və dərin səs tonunda belə deyirdi: "Əzizlərim, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan sarsılmaz sevgi, mərhəmət və ədalət işığında gizlidir. Hər itki, hər acı içimizdə yeni bir başlanğıc doğurur. Biz isə atalarımızın eşq dolu nağıllarını və dərin dərslərini unutmadan bu işığı daim yaşatmalıyıq." Bu sözlər kənd sakinlərinin ürəyində sarsılmaz bir ümid işığı doğurdu və onları bir daha atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərə sarıldıqları barədə inandırdı. Murad, kəndin istehsal müəssisəsinin inkişafı üçün yalnız maddi investisiyalardan istifadə etmədi. O, eyni zamanda güclü ürəyin dastanı adını verdiyi bir layihə başlatdı. Bu layihənin əsas məqsədi hər kəsin öz qəlbində yanan gücü, sevgi və mərhəməti tapması, həyatın ən çətin anlarında belə öz nəzarətini itirmədən irəliləməsi idi. Layihə çərçivəsində kəndin bütün sakinləri atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin ümid dolu arzularını bir araya gətirərək bir-birinə dəstək olmaq üçün müxtəlif tədbirlər təşkil etdilər.
Bir gün böyük bir iclas üçün kənd meydanında toplanan sakinlər, günəşin batdığı, ulduzların sönük işığında, dərin kədərin və itkilərin ardınca yenidən doğan ümidin möcüzəsini hiss etdilər. Murad iclasın başında belə dedi: "Əziz dostlar, həyatın hər anı, hər çətinliyi, bəzən nəzarəti itirmək kimi görünən anlar, içimizdə yeni ümid, yeni başlanğıclar doğurur. Biz atalarımızın öyrətdiyi kimi, hər acı, hər kədərin ardında sevgi və mərhəmət işığı gizlidir. Biz bu müqayisə olunmaz gücü, qəlbimizdə yanan o sarsılmaz işığı heç vaxt itirmədən həyatın romanını yenidən yazmalıyıq." Bu sözlər hər kəsin ürəyində dərin rezonans doğurdu və iclas boyunca kənd sakinləri öz aralarında keçmişin ağır xatirələrini, itkiləri və acıları bölüşərək gələcəyin parlaq səhifələrini yazmağa dair planlarını müzakirə etdilər. Tural və digər gənclər Muradın rəhbərliyi ilə kəndin istehsal müəssisələrində, təsərrüfat sahələrində və bazarlarda yeni metodlar tətbiq etməyə başladılar. Yeni texnologiyalar, modern üsullar və təzə ideyalar kəndin iqtisadiyyatında böyük inqilab yaratdı. Kəndin tarlaları, axan çayların sərin sularında yenidən canlandı, yeni məhsullar yetişdi və kənd sakinləri atalarının öyrətdiyi müqayisə olunmaz dəyərlərlə həyatın hər anını sevgi və inamla yaşamağa başladı. Layihə çərçivəsində Güclü Ürəyin Dastanı adlanan bu təşəbbüs kəndin mədəniyyətini də dəyişdirdi. Kənd məktəbində müəllimlər uşaqlara həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan sarsılmaz sevgi və mərhəmət işığında gizlidir deyərək onlara atalarının nağıllarını və müqayisə olunmaz dəyərləri öyrədirdilər. Yaşlılar isə öz həyat təcrübələrini və keçmişin ağır xatirələrini paylaşaraq gənclərə ruhani gücün və sevginin nə qədər qiymətli olduğunu izah edirdilər. Günlər keçdikcə Güclü Ürəyin Dastanı layihəsi kənd sakinlərinin həyatında yalnız maddi inkişafı deyil, həm də insan ruhunun ən dərin qatlarından doğan, qəlbdə yanan sarsılmaz ümid işığını və sevgi təcəssümünü canlandırdı. Hər kəs həyatın hər çətin anını, hər kədərin içində gizlənən dərin dərsi və yenidən doğuşu tapır, öz nağıllarını sevgi və mərhəmətlə yazırdı. Bir neçə il sonra Qızıloba kəndi artıq yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi. O, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun müqayisə olunmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər küncündə, hər evində, hər bazarda insan qəlbində yanan o müqayisə olunmaz işıq, sevgi, mərhəmət, ədalət və inam öz canlı izlərini buraxırdı. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızıloba kəndinin hər bir sakini itirilmiş nəzarət, qəlbin sınavı layihəsinin və Güclü Ürəyin Dastanı nin gətirdiyi dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini xatırlayırdı. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid və güc işığını, o müqayisə olunmaz səsi eşidərək öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz işıqdır. O, həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü idi. Beləliklə, Qızıloba kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri, qəlbdə yanan sevgi və mərhəmət işığını və Güclü Ürəyin Dastanı layihəsinin gətirdiyi dəyişiklikləri ürəklərində saxlayaraq, həyatın hər çətin anını sevgi və inamla aşdı, öz nağıllarını yazmağa davam etdi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz romanlarını sevgi, mərhəmət və inamla davam etdirəcəklərinə söz verdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Qızıloba kəndinin hər kəsi Güclü Ürəyin Dastanı, qürurun və sevginin yolçuluğu dastanını ürəklərində daşıyır. Atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini heç vaxt unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdi. Hər kəs həyatın hər anında, hər çətinliyində qəlbində yanan o müqayisə olunmaz işığı, o atalarının öyrətdiyi sevgi və mərhəmətin sarsılmaz təcəssümü eşidərək öz nağıllarını yenidən yazırdı. Bu, Tolstoyun böyük romanlarında olduğu kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Beləliklə, Qızıloba kəndi yalnız maddi inkişafın və modern istehsalın gətirdiyi yeniliklərlə deyil, həm də atalarının buraxdığı müqayisə olunmaz dəyərlərin, qəlbdə yanan sevgi və inamın ən çətin anlarda belə
İnsan ruhunun sarsılmaz gücünün canlı təcəssümü kimi gələcək nəsillərə əbədi miras qoydu. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu işıqlandıran o müqayisə olunmaz işıqdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid və sevginin sarsılmaz təcəssümü olaraq əbədi yaşayır. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz işığı itirmədən öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam edəcəklərinə söz verdilər. Beləliklə, Güclü Ürəyin Dastanı, Qürurun və Sevginin Yolculuğu adlı bu nağıl, Qızıloba kəndinin daş divarlarında, qoca palıd ağaclarının yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə sevgi və inamın sarsılmaz gücünün nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını, həyatın hər anında doğan ümid və sevgi işığını ürəklərində saxlayaraq öz nağıllarını davam etdirirdi. Bu, Tolstoyun romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi.